müayinə elədim. Müayinə sırasında uşaqlığın ən belə deyim də fundus deyirik biz təpəsində, yəni belə deyək, böyüyü ən böyüyü oradadır. Yəni 9-10 santim bir dənə miyomum var. Miyom bilirsən də nədir? Xoş xassəlik bir törəmədir. Amma ölçüsü çox böyükdür və bundan əlavə uşaqlığın önündə və arxasında bir neçə dənə də 3-4 santimlik bir miyomlarım var. Yəni 1-2 dənə deyil, çoxdur bunda. Sağ-sol yumurtalıqlarında da hərəsində də kistalarımız var. İndi bir də ki, o dediyim kimi güzgü müayinəsində sizdə belə kirli sulu bir axıntı mövcuddur və deyirsiniz ki, ara qanamalarınız olurmu? Ara qanamalarınız olmur. Biz sadəcə olaraq aybaşı vaxtı çox şiddətli bir qanaşmalarınız olur, tamam mı? Amma indi bu sizdən bu kirli bu sulu axıntı olmasaydı, sizə birbaşa əməliyyat tövsiyə edirdim. Onsuz da, yəni işin sonu gəlib yenə əməliyyata çıxır. Yəni uşaqlıq, yumurtalıq hamısı çıxmalıdır onsuz da. Amma o kirli sulu axıntı var deyə, tamam mı? İlk öncə biz uşaqlıq divarından bir biopsiya almamız lazımdır. Yəni xalq dilində, başa düşəcəyiniz dildə deyim, xalq arasında qaşıntı deyirlər. O qaşıntı alıb əkilməyə göndərməmiz lazımdır. Əkilməyə, onsuz da bütün hər şeyə ki, əkilmə deyəndə biraz pasientlər qorxur. Onsuz da aldığımız ən kiçik bir şey olanda onu da əkilməyə göndəririk. Buna səbəb nədir? Niyə göndəririk bunu? Bəzən altından fərqli xəstəliklər çıxa bilər. Sizin əməliyyatınız tək uşaqlıq, yumurtalıq mı alınsın, yoxsa onun ətrafında başqa bir şeylər, limfa düyünləri falan var. Onlar da mı alınsın deyə onun qərarını vermək üçündür, tamam mı? İndi